Təbrik edirəm. Artıq Milli Məclisdə neçə gündür ki, qərar hazırlanır. Yəqin ki, bu günlərdə qəbul olunacaq. Sosial şəbəkə üzərindən canlı yayım edərkən və yaxud yazı yazarkən, video çəkib atarkən təhqir eləmək, kimisə tənqid eləmək, qadağan olunmuş vasitələrin satışını təbliğ eləmək, pornoqrafiya tipli mövzuları təbliğ eləmək, videolar, şəkillər qoymaq, bunların hamısı artıq qanun şəklində cərimə olunacaq və yaxud daha ciddi bir şeylər olarsa həbs qəti tədbir görüləcək. Mənim əzizlərim, bu məni çox qane elədi. Çünki son zamanlar mən bu barədə danışıram, canlı efirlərimdə, hər yerdə bu barədə danışıram, amma yəni çox belə böyük adam olmadığıma görə buna fikir verən yoxdur. Bugün, ötən videolarımda da demişəm, bugün sosial şəbəkələr televiziyalardan üstündür. Bəlkə də hansısa Azərbaycan telekanalını gedib sən, bilmirəm, Kanadada, Avropada, Avstraliyada görə bilmərsən. Amma sosial şəbəkələri, TikTok, Instagram, YouTube, Facebook, sosial şəbəkələrin hər birini dünyanın hər bir yerində izləyə bilərsən. Yəni, deməyim odur ki, sən sosial şəbəkədir deyib ağzına gələni danışa bilmərsən. Sən sosial şəbəkədir deyib qadağan olmuş vasitələri təbliğ edə bilmərsən. Sən sosial şəbəkədir deyib pornoqrafik mövzulu nələrsə təbliğ edə bilmərsən. Çünki mən ölkəmizi qoyuram bir qırağa. Böyük, balaca baxır, onu da qoyuram bir qırağa. Amma buna dünya baxır. Mən ötən verilişdə də dedim ki, sosial şəbəkələr bugün Azərbaycanın üzüdür. Ora çıxan adamlar fenomen olurlar, milyonlarla pullar əcəb eləyirsiniz. Amma Amerika və Avropa daha sərt qanunlarla bu mövzulara toxunur. Onlarda çox sərtdir qanunlar. Böyük məbləğlərdə onları cərimə eləyirlər. Çox böyük məbləğlərdə. Yəni, bu Azərbaycanda qəbul olunacaq qərar, Avropadakı qədər, Amerikadakı qədər sərt olmasa da, amma düşünürəm ki, bizə kifayət qədər lazımlıdır. Çünki daha sərt eləyə bilmirlər. O halda deyəcəklər ki, ay nə bilim söz azadlığım bu pozurlar, neynirlər. Amma sən bugün dur, sosial şəbəkədə kimisə təhqir elə, ağzına gələni danış və sonra da deyinən ki, öz səhifəmdir, öz səhifən deyil. Sən canlı efirə çıxırsansa, sən video çəkib paylaşırsansa, artıq o sənin səhifən olmur. Dünyanın baxdığı səhifə olur. Mən ötən videomda da demişdim ki, bugün sosial şəbəkələrə çıxan adamlar diqqətli olmalıdır, danışıqlarına fikir verməlidirlər. Amma təəssüf, açırsan sosial şəbəkələri özünü təbliğ edən pornoqrafik şəkildə insanlar, qadınlar və kişilər, açırsan təhqir, söyüş, əxlaqsız hərəkət edənlər, əzizim, bu tək Azərbaycanı artıq narahat eləmir, bu dünyanı narahat eləyir. Sənin acgözlüklə baxdığın Amerika, Kanada buna çox sərt qanunlarla cəza kəsir. Yəni, sən pul qazanırsan, gözəl platformalarda, TikTok platforması əla platformadır, sən oradan pul qazanırsan, nə gözəl. Oturmuşsan evində, eşiyində pulunu qazanırsan. Amma məcbursan mı çıxıb söyüş təhqir eləyəsən? Hə, razıyam, söyüş, təhqir, əxlaqsızlıq və s. tipli mövzular olanda izləyicin çox olur. Amma sən anlamırsan ki, bu Azərbaycanın qalib dövlətin adına xələl gətirir. Sən anlamırsan ki, buna düşmən ölkələr baxır və düşmən ölkələr müzakirə qoyurlar. Düşmən ölkə bunu lağa qoyur, məsxərəyə qoyur. Hətta çox zaman sənin mövzun, sənin danışdığın mövzu düşmən ölkənin bizə qarşı təxribat eləməyinə qədər gətirib çıxarda bilər. Sən bunları düşünmürsənmi? Sən düşünmək üçün bir balaca ağıl lazımdır. Mən təəssüf edirəm ki, son zamanlar Azərbaycanda kütbeyin bir kütlə yaranıb. Kütbeyin. Və bu kütbeyin kütlə elə bilir ki, dünya onun ətrafında dolaşır və yalnız bundan ibarətdir. O anlamır ki, dünya böyükdür. Bütün dünya dövlətlərinin təhlükəsizlik xidmətləri var və hamısı çalışır. Hamısı çalışır. Və anlamır ki, onlar bu dəqiqə sosial şəbəkələr üzərindən baxırlar. Amerikaya gedənlərin birinci sosial şəbəkələri yoxlanılır. Amerikaya getmək istəyirsən, birinci sosial şəbəkələrdə yoxlayırlar ki, nə danışmısan, nədən danışmısan? Yəni, sən əgər oturub burada öz ölkəndən pis şeylər danışırsansa, o səni niyə qəbul eləsin? Avropa həmçinin.
Yəni deməyim odur ki, sənin qeyri-ciddi yanaşdığın, yalnız pul mənbəyi kimi baxdığın, nə eləyirəmsə eləyim, cibim dolsun, yəni nəzərində gördüyün sosial şəbəkələr əslində çox ciddi bir yerdir. Və ona görə nəyə görə həmişə incəsənət adamları daha az olurlar? Çünki incəsənət adamları danışığını bilir, danışığının yerini bilir. İllah da aktyorları deyirəm. Müğənnilərin zaten vaxtı olmur girməyə. Yəni danışığının yerini bilir, hətta bilmirəm, orada qəbahətli sözlər olanda o mövzulara toxunmurlar, o mövzudan çıxmağı bilirlər. Amma küçədən keçirdim, girdim sosial şəbəkəyə, açdım 5 qəpik pul yeri kimi baxdım, ağzıma gələni danışım, tək mənə pul versinlər. Onda izləyici sayı da artır. Yəni izləyici sayı artır deyə, sənə böyük hədiyyələr atırlar deyə, sən orada əxlaqsızlığı təbliğ eləməlisən. Sən orada ölkənin adına xələl gətirməlisən. Mənim yadımdadır, 1-2-3 il bundan qabaq, 3 il səhv eləmirəmsə bundan qabaq, mən Xocalı soyqırımı günündə açdım TikTok səhifəmi və orada faktlardan danışdım. Faktlar, Azərbaycanın tarixindən, bugünə qədər baş verənlərdən danışdım və bütün səhifəmə doluşmuşdu düşmən tərəf. Təhqir eləyən, söyən, daha sonra mənim adımdan səhifələr açdılar, təhqir elədilər. Yəni deməyim odur ki, siz elə bilməyin, elə burada sizsiz Bağdadda kör xəlifə. Elə deyil. Dünya izləyir, dünya baxır. Və bugün Azərbaycanda sosial şəbəkələrə girirsən, orada maraqlı məlumat tapa bilmirsən Azərbaycan dilində, informasiya tapa bilmirsən. Azərbaycan tarixi ilə, mədəniyyəti ilə, mədəni tarixi ilə, Azərbaycanın qədimliyi ilə bağlı heç nə tapa bilmirsən. Amma sən bugünkü sosial şəbəkələrdə bir axtarış verginən orada kifayət qədər əxlaqsızlıq, tərbiyəsizlik, söyüş tapacaqsan. Niyə? Bizik də günahkar. Mütləq də o qanun qəbul olunsun. Qanun qəbul olunursa, sən ağzının daşçığına fikir verməlisən. Hətta axmaq sözü belə harda, necə istifadə olunacaq, onu bilməlisən. Mən bu barədə danışmışam, söz haqqında danışmışam. Söz elə belə bir şey deyil. Söz ki, çıxdı ağızdan, sən ona cavabdeh olmalısan, sən o sözün dalında durmalısan. Yəni, neçə vaxtdır biz incəsənət adamları, mən də yəni, çəkildiyim müəyyən filmlərdən dolayı kifayət qədər təhqirlə üzləşmişəm, əxlaqsız sözlərlə üzləşmişəm. Amma niyə? Hətta bir dəfə olub ki, birini girib ağzına gələni yazıb mənim filmimin altından. Tapmışam, baxıram ki, bu adam elə bizim camiyyədəndir, operatordur. Yazıram ki, salam əleykum. Könül xanım, salam, necəsiz? Mən sizi çox sevirəm. O skrin elədiyim, çəkdiyimi atmışam şəkilləri ki, bu nədir yazmışam? Sizə yazmamışam, obraza yazmışam. Sənin dədən ölməsin. Necə yəni obraza yazmışam? Və sən mənim şərəf ləyaqətimə axı xələl vurursan. Üzr istəməyin biri bir köpükdən. Üzr istəməyin biri bir köpükdən. Yaxşı, sən üzr istəyəcəksən, adətən belə olur. Girib söyüş, mənim həmkarlarım da çox olub, söyüş, təhqir eləyənlər, verirsən aidiyyatı qurumlara, aidiyyatı quruma da verəndə deyirlər, bu şeydir, xəbərçidir. Niyə xəbərçi oluram? Sən girib mənim adımın altından, mənim və digər mənim həmkarlarım olsun, girib onun altından ağzına gələni yazmalısan. Mənim şərəf ləyaqətimi təhqir eləməlisən. Qarayaxma kampaniyası, mən də susmalıyam. Nədə aparıb versəm deyəcəklər ki, bu xəbərçidir. Daha kobud o ad qoyurlar ona. Mən onu burada səsləndirmək istəmirəm, özümə yaraşdırmıram. O gedib aidiyyatı quruma verəndə nələr deyirlər. Və yaxud girir biri səni söyür. Bir dəfə olmuşdu, o da olmuşdu Facebookda. Biri nəsə orada bir postun altından o yazdı. Mən yazdım, belə danışır, başladı məni təhqir eləməyə. Mən ona deyirəm ki, yəni bu nə danışıqdır belə? Hə, sən işverənsən. Sənin əziz dərinin başına gül tökülsün. Necə yəni işverənsən? Sən məni təhqir elə, sonradan götür mənim verdiyim müsahibələr çox vaxt olur. Müsahibələrimi dəyişirlər, oradan-buradan götürürlər və onu yayırlar. Mənim demədiyim sözlər və yaxud hansısa sözü demişəm, ümumi mövzunun içində, kontekstin içində o sözü oradan çıxardanda, o cümləni kontekstdən çıxardanda avtomatik başqa anlam verir. Bir var cümlənin içində deyirsən, məsələn, cümlənin içində deyirsən ki, lazım deyil bu axmaqlara fikir vermək. O götürür onu, deyir ki, filankəs Könül Yusuf qızı dedi ki, axmaqlar doludur, filandır və s. və elə deyil, o cümlənin içindədir.
Yəni götürüb paylaşırsan, mən deyəndə ki, sən aidiyyatı qurumlara verəcəm, sən mənə deyirsən iş verənəm. Məsəl üçün deyirəm, mən və ya digər həmkarlarım bundan çox əziyyət çəkir. Nəyə görə iş verən olmalıdırlar ki? Bu iş vermək deyil, bu qanunla hər kəsin cəzalanması deməkdir. Sən girirsən, təhqir edirsən, özü çox vaxt görmüşəm, adətən incəsənət adamları bunun qurbanı olur. O müğənnilər, aktyorlar, ya bizim çəkildiyimiz obrazdan bizə nə? Bizim həyat tərzimiz fərqlidir, o bizim çəkildiyimiz obrazdır. Yəni girirlər, təhqir eləyirlər, aparıb aidiyyatı quruma verirsən. Bir dənə də müğənnimiz var, o da yazmışdı ki, mən olub 6 ya 4 dəfə aidiyyatı qurumlara vermişəm. Gəliblər, altdan yazma iş verən. Niyə iş verən olur? Niyə qanunla iş görəndə iş verənlik olur? Xəbərçilik olur? Çox ayıbdır bu. Ümumiyyətlə, iş verən sözünün mənası başqadır. İş verən, çörək verən. O nə sözdür ki, o cür nə gözəl bir sözü gətirmişsiniz, nəyə xəbərçi adının üstünə qoymuşsunuz. Bu xəbərçilik deyil, bu insan öz şərəf ləyaqətini qoruyur. Mən çox şadam belə bir qanun çıxır. Mən təşəkkür edirəm dövlətimizə. Artıq Milli Məclisdə hazırlanır. Bu günlərdə qərar qəbul olunacaq. Təşəkkür edirəm dövlətimizə. Bir neçə ildir bundan əziyyət çəkən bir insan kimi. Girirlər, təhqir edirlər, söyüş yazırlar. Bir söz oxuyurlar, müsahibə verirsən, başlıq qoyurlar da ki, çəkici olsun diyor. İçin oxumayıblar, ağızlarına gələni yazırlar. Niyə? Bu ixtiyarı sənə kim verib? Sonra da özdə profillərdə özləri deyil, başqa ad qoyurlar, başqa ölkənin nömrəsini. Elə bilirsiniz, tapa bilmirlər. Azərbaycan kiber təhlükəsizliyi o qədər güclüdür ki, yerin deşiyindən də olsa sizi tapı gətirərlər. Sonra gəlirlər, üzrün biri bir köpük. Ana bacı gəlir, yalvar yaxar eləyir, qələt. Yəni sən nə qədər şərəfsiz bir insansan ki, dediyinin, etdiyinin dalında dura bilmirsən. Sən bir insanı təhqir eləyirsənsə, sən bir insanı ləkə yaxırsansa, sübutların olmalıdır. Yoxdursa, hətta sübutun olsa belə, sənin ixtiyarın yoxdur ictimai bir yerdə, sosial şəbəkədə girib qarayaxma kampaniyası aparasan. O halda sən qanun qarşısında cavab ver də, ana, bacı, arvad yığıb gətir, üzr istəyirlər. Ayıb deyilmi? Sən aqressiyanı nəyə görə kiminsə üzərinə tökməlisən? Ümumiyyətlə, son zamanlar insanlar çox aqressiv olub, amma söyləməyim odur ki, olmaz belə. Bu nədir? Bu nədir? Sən anlamırsan ki, sən hansısa, mən yenə deyirəm, bir incəsənət adamı olaraq, bir aktrisa olaraq, bir teleparcı olaraq mən əziyyət çəkmişəm bu problemlərdən. Mənim kimi bir çox həmkarlarım əziyyət çəkiblər bu problemlərdən. Amma bu o demək deyil ki, sən girginən Azərbaycanda kifayət qədər tanınan bir adamın müsahibəsini, videosunun altı ağzına gələn, sən düşünmürsən ki, buna başqa ölkələr də baxır. Sən düşünmürsən ki, biz hansısa bir məclislərə gedirik, hansısa bir ölkələrə gedirik və rastlaşırıq ki, sənin videonun altından nələr yazmışdılar. Gözəl qanundur. Lazım deyil əxlaqsızlığı təbliğ eləmək. Sən nəyə görə TikTok'dan 5 qəpik çörək pulu qazanırsan, girib əxlaqsızlığı təbliğ eləməlisən? Keçən də bilməm, hansı sosial şəbəkədə gördüm. İlahi, nə gündəydilər. Bilirsiniz nə video çəkib paylaşmışdılar? Video canlı yayım idi. Adam gözəllik salonudur, lazer çəkib paylaşıb. Bir qadını çox bərbad şəkildə lüt, çox üzr istəyirəm, çox ayıb olan yerlərini açıq-açıq göstərir və lazer eləyir onu və onu açıq göstərir canlı yayımda. Sənə bu nə tərbiyəsizlikdir, bu nə əxlaqsızlıqdır. Girirsən bir obraz oynayırsan, bir rol oynayırsan, ağızlarına gələni deyirlər sənə. Bu həyat deyil, o obrazdır. Bəs həyat? Necə ola bilər ki, sən girəsən, mən, inanırsınız, mən utandım. Mən o təsadüfən TikTok platformasıydı. Mən utandım. Gözəllik salonu üzrə belə eləyir. Gəlin sizi də eləyir. Necə sən bir qadın xeylanı qoymuşsan ortalığa. Ayıb yerlərini çox üzr istəyirəm hamınızdan. Açıq lazer eləyib. Belə reklam olur. Hanı reklamçılar ittifaqı? Hanı reklamçılar ittifaqı? Nəyə görə belə reklamla məşğul olanlar tutmur? Ayıbdır. Və yaxud nə bilim, o qədərdir ki, belə hansını sadalayasan ki? Və yaxud da bir ginekoloqdur, çox biədəb şəkildə qadının biədəb yerlərini açıb göstərir və reklam edir. Bilirsiniz, bu xəstəlikdir, bu xəstəlikdir. Belə reklam olur. Bu reklamdan sizin yanınıza gələnlərə ayıb olsun. Hə, sən belə reklam elədin, TikTok'da sən 10.000 izləyicin oldu və yəni ayıbdır.
Ona görə mən çox sevindim bu qanunun çıxmağı ilə bağlı. Bu qanunu hazırlayan, təsdiqləyən hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun. Çoxdan olmalıydı. Daha sərt olsun. Mütləqdir. Mütləqdir. Çünki bizim cəmiyyətin bəzi insanları var ki, onların cibinə dəyməsən, onları cəzalandırmasan, cızığından çıxırlar. 21-ci əsrdir. TikTok nə gözəl platformadır. Həm pul qazanırsan evinin içində, həm pulunu qazanırsan, həm evində olursan. Sən nəyə görə girib bunu əxlaqsızlıq üçün istifadə eləməlisən? Niyə? Bu reklamdır. Belə reklam olur. Sizin ümumiyyətlə reklamdan xəbəriniz var? Yoxdur. Çünki kütbeyinsiniz bəziləri. Ona görə mən şadam. Təşəkkür edirəm bu qanunu qəbul edənlərə və belə biabırçı hallarla bütün halları reklam edən hər kəs cəzalansın. Qoy insanlar ağzının danışığını bilsin. Sən canlı yayıma çıxırsansa, videolar çəkib paylaşırsansa, bloger olursansa, milyonlarla pul qazanırsansa qazan. Amma öncə sən bilməlisən ki, sən Azərbaycanlısan, qalib dövlətin vətəndaşısan və dünyanın gözü Azərbaycandadır. Ona görə sən birinci ağzının danışığına, hərəkətinə, özünə fikir verməlisən ki, ayıb olmasın. Təşəkkür edirəm. Bu qanunu qəbul edənlərə təşəkkür edirəm. Odur ki, danışığınızın yerinə, hərəkətlərinizə fikir verin. Bəsdirin tərbiyəsizliyi, əxlaqsızlığı təbliğ elədiniz. Əxlaqsızlıq hansısa filmdə obraza çəkilmək deyil, o obrazdır. Babamın babasının babası film olubdu, orada da belə yerlər, o filmdir bu. Bu dünya film çəkir. Əxlaqsızlıq canlı sosial platformalarda girib əxlaqsızlığı, tərbiyəsizliyi, adını reklam qoyub, adını mənim səhifəmdir qoyub təbliğ eləməkdir. Tərbiyəsizlik, əxlaqsızlıq. Təşəkkür edirəm. Bu qədər.